Sahil metrosunun çıxışıdır. Arxamda gördüyünüz binada 3 otaqlı mənzil satılır, amma heç kimə deməyin. Sahil metrosunun tam çıxışında alov qüllələrinə və dənizə panoraması olan 3 otaqlı mənzili sizlərə təqdim edirəm. İlk öncə başlayaq, sizə mətbəx hissəsini təqdim edeyim. Mətbəx hissəsinin döşəməsi mərmər qranitdir. Ümumi sahəsi 150 kvadratdır. Mətbəx mebeli ilə təmin olunubdur. Girişdə sağ hissəsində güzgülü qardırobu, sanitar qovşağı ilə sanuzeli bir aradadır. Ümumilikdə mənzilin 2 hamam otağı var. Mənzilin qonaq otağı, geniş qonaq otağıdır. Vitraj pəncərəsi mövcuddur. Panoraması dənizə və alov qüllələrinədir. Sağ istiqamətində yataq otağı, kvadrat formasında yataq otağıdır. Mənzil təmiri orta zəif təmirdir. Bu yataq otağının daxilində həm qardırob otağı mövcuddur, həm də özünə məxsus sanitar qovşağı. Sahil metrosunun çıxışında ümumi sahəsi 150 kvadrat, qanuni 3 otaqdır. Qiyməti 680 mindir. Ətraflı məlumat şərh bölməsində qeyd olunacaq. Təşəkkürlər.